Fərq eləmir. Əgər müsəlmandırsa sənin qardaşındır. Əhl-i sünnədirsə sənin qardaşındır. Böyüklərimiz buyurur ki, əhl-i sünnə bizim deməyin qardaşımız, deyin canımızdır, özümüzdür. Hər evdə söz söhbət olar, özümüz bilərik. İki qardaş arasında söz söhbət olur, özümüz bilərik. Sünni bilər, şiyə bilər. Bunun başqasına heç bir dəxaləti yoxdur. Sünni ilə şiyə qayçının iki tərəfi kimidirlər. Bir tərəfi olmasa kəsə bilməz qayçı. Sünni ilə şiyə qayçının iki tərəfi kimidirlər. İkisi birlikdə olsalar düşmənin başını kəsərlər, İslam düşmənlərinin başını kəsərlər. Böyük İslam mütəfəkkirlərindən biri buyururdu ki, biz namazı əl açıq qılaq yoxsa əl bağlı qılaq mövzularını müzakirə edəndə düşmən o əli necə kəsməyi müzakirə eləyir. Yəni böyük düşmən, yəni Amerika, yəni İsrail, tarix boyu müsəlmanların düşmən oldular, tarix boyu. Mütləq şərdilər. Mütləq şər. Qarabağ məsələsi 30 ilə yaxın idi, həll olmurdu. 30 ilə yaxın idi. Sülhlə həll olunacaq, danışıqlarla həll oldu, xeyr olmadı. Necə həll olundu? Bizim mücahid əsgərlərimizin səy nəticəsində, döyüş nəticəsində. Ya Hüseyn dedilər getdilər irəli. İstər zabit olsun, istər əsgər olsun, istər çavuş olsun, fərq eləməz. Hamısı zabit və əsgər heyəti ya Hüseyn, ya Əli, ya Muhammed, ya Allah deyib getdilər irəli. Qarabağı azad elədilər. Özümüz. Bu günlərdə İsraillə, bu günləri Amerika ilə, böyük istikbarçılarla biz özümüz mübarizə apara bilərik. Özümüz düşmənimizi tanımalıyıq. İstər bu daxili düşmən olsun, istər xarici düşmən olsun, fərq eləməz. Əqidəsi bilinmir, çıxıb millət vəkilidir, çıxıb danışır. Fazil Mustafadır, nədir, familiyası yadından çıxır. Fazil də adı dəqiq bilirəm. Bilmir əqidəsi nədir? Sünnidir, şiyə, nə sünnidir, nə şiyə. Çünki o iddianı ki, bu adam eləyir, o təklifi ki, bu adam sürür ki, hicab 15 yaşına qədər uşaqlara aşılanmamalıdır, dini ayinlər uşaqlara aşılanmamalıdır. Bu nə sünni ola bilər, nə də şiyə. Yəni uşaq 15 yaşına qədər tərbiyə olunur da. Uşaq 15 yaşına kimi nə aşıladın. 15 yaşından sonra uşağın qabağını almaq ola. 15 yaşına kimi uşağa nə tərbiyə verdin od? 15 yaşından sonra uşağın qarşısına almaq olur. Bu gün narkomaniya bu qədər baş alıb gedir. 15, 16, 18 yaşında uşaqlar biz bu günləri cənginə alıb narkomaniya aparır. Qarşısına almaq olur. Valideyn nə deyir özüm bilərəm. Yaxşı deyirəm. Sən kimsən? Çıxır evdən çıxır gedir. Valideyn qabağını ala bilir, ala bilmir. Bütün dünyanı cənginə alıb bu gün narkomaniya. Vaxtında üstünə düşülsə bu cür olar. Müəllim şagirdə, tələbəyə, müştəri kimi baxmasa bu cür olar. Əgər bir cavan uşaq istəyirsə məarifi olsun, istəyirsə savadlı olsun, istəyir gələcəkdə bir xalqına, millətinə xidmət eləyən, ümmətə xidmət eləyən bir personaj kimi yetişsin, hazırlığa getməlidir. Fərdi hazırlığa, kurslara getməlidir. Məktəb onu ödəmir. Niyə ödəmir? Çünki müəllim fikirləşir ki, mən buna məktəbdə yaxşı dərs desəm, o mənim yanıma hazırlığa gəlməyəcək. Bunu fikirləşir. Burada öyrənci hazırlığa gəlməyəcək. Və durun bu millət vəkilidir, bu millət vəkili. Millət vəkili. Bu nə deməkdir? Yəni milləti təmsil edən. Necə Azərbaycanlıdır? Ki deyir 15 yaşa kimi uşağı bıraxın başına. Dünyəvi məarif aşılansın uşağa. Niyə uxravi məarif aşılanmasın? Sən hansı dinin daşıyıcısan, hansı əqidənin daşıyıcısan? Ki sən bunu bu gün deyirsən, təklif edirsən. Bu millətin, bu xalqın, bu ölkənin, bu məmləkətin gələcəyi bugünkü cavanlardır. Bugünkü millət vəkili 50 yaşında, dünənki 18 yaşındakı cavandır. Bu məsələlərdə məsulluq. Hər birimiz, hər bir mömin, hər bir müsəlman, istər sünni olsun, istər şiə olsun, fərq eləməz. Hər birimiz bu məsələdə bu günləri məsulluq. Ki bizim əvvəldə də dedik, ilk vəzifəmiz məarifdir. Məarif, əqidəmizi bilək, dinimizi tanıyaq, İslamımızı tanıyaq. Ki praktikada əziyyət çəkməyək. Ki düşmən bizə öz İslamını aşılamasın. Düşmənin bugün sünnisi də var, şiəsi də var, xristiyanı da var, yahudisi də var, büddüsü də var, hər şey var. Düşmənin təqdim elədiyi dini bu günləri biz yeməyək, yəni onu yedizdirməsinlər bu günləri bizə. Həqiqi İslam tanıyaq. Ki onun üçün də biz məarifimizi gücləndirməliyik ki, praktikada əziyyət çəkməyək. Ki Allah bu günləri bizi həqiqi möminlərdən, həqiqi müsəlmanlardan, həqiqi vəzifəsini tanıyıb ona əməl edənlərdən qərar versin.